İkincidən nə deyir? Uyğunluğu müəyyən edin deyir. Fe'li xəbərli şəxssiz cümlə ikinci dərəcəli üzvün iştirak etdiyi cümlə müəyyən şəxsli, ümumi şəxsi cümlə. İndi gəlin baxaq. İgid adamdan igid törəyər. Törəyər kim? İgid. Kimdən? İgid adamdan. Bax, bunu götürə bilərəm da 2-yə. İkinci dərəcəli üzv də var, tamamlıq da var, plus da müəyyən şəxsidir. Növbəti iclasda bu məsələyə baxılmayacaq. Baxılmayacaq nəyə? Məsələyə. Hansı bu? Harada iclasda? Hansı iclasda növbəti? Burada şəxsiz cümlədir. Şəxsiz cümlədə deyək. Fe'li xəbərlidir. B. Göz görmək üçün, ağıl bilmək üçündür. Bilmək üçündür nə? Ağıl. Görmək üçündür nə? Göz. Müəyyən şəxsidir, amma ikinci dərəcəli üzv iştirak etmir. Ona görə də C-ləri atıram. C olan iştirak edən variantlar getdi. Danışanda böyüyün sözünü kəsməzlər. Bu birbaşa avtomatik olaraq müəyyən şəxsi cümlədir. D. Kəndin kənarında səfalı bir yer, bu isə adlıq cümlə hesab olunur. Ona görə də deməli 1-ə, B, 2-yə, A, 3-ə D. C variantı. Sonra gəlirəm 2-yə. Madam ki, məsləhətə qulaq asmırsan, mən səni daha narahat etməyəcəm. Ancaq bu hərəkətinlə nələr itirdiyini deyəsən başa düşmürsən. Gəlin baxaq. Birinci gəlir nə? Tabellik bağlayıcısı 2. Sonra gəlir ədat. Yəqin ki o 5-dədir. 5. Sonra gəlir tabesizlik bağlayıcısı ancaq. Sonra ilə qoşması 1. Sonra da gəlir modalsız 3. Düz qoş eləyəndə 2, 5, 4, 1, 3. Yəni E variantı. Sonra gəlin baxırıq 3-ə. Biraz uzundur, balacalaşdıraq. Nə deyir? Fikir hər üç bucaqdakı verilən iki fikirdən yalnız biri həmin sözə aid olur. Deyilişi və yazışı fərqlənmir, qarşılığı olmayan samit yoxdur. Yəni bu fikirdən birini götürüb bu sual işarəsini qoyacağım yerə baxıram. İndi gəlin sözlərin tələffüzünə baxaq. Sözdük, hoppanmaq, belə yazıram da, bir-bir yazmıram. Yastıq, qastrol, güzəşsiz, t düşdü buradan. İndi gəlin baxaq, deyişi yazışı fərqlənmir. Fərqlənmir deyirsə, yazışı qarşılığı olmayan samit yoxdur. Bunların hamısında demək olur, deyilişi yazışı fərqlənmir. Amma qarşılığı olmayan samit yoxdur. Yəni l-m-n-r-h. Axı demək olar ki, bir çoxunda. Məsələn, B-də var, qarşılığı olmayan getdi. E-də var, getdi. Bunları mən atıram konkret. Qaldım A, C, D. Kar və cingiti samitlərin sayı bərabərdir. Səslərin sayı hərflərin sayından azdır. Səs düşümü. Kar cingiti D variantı uyğun gələcək. Bax, burada 2 uyğun gəlir. Səslərin sayı hərflərin sayından azdır. Çünki səs düşümü var. 2-də burada 2 uyğun gələcək. Qarşılığı olmayan samit yoxdur. Bir də 2. 2 eyni samit yanaşı işlənib. Yanaşı, 2 kar samit. Eyni yox, kar. Biri götürün. Ş ilə S kar samit dağı. Bunlar da yanaşı işlənib. D variantı, dəmir. Sonra gəlirəm 4 keçmədiyimizdir. Sonra gəlirik 5-ə. Zərfliyin məna növlərini müəyyənləşdirir. Fe'li bağlama tərkiblərinin sintaktik vəzifəsini nəzərə alaraq. Qoca bağban qollarını başının altında çarpazlayaraq dodaqaltı zümzümə etməyə başladı. Necə zümzümə eləməyə başladı bağban? Qollarını başının altında çarpazlayaraq. Necə? Tərz hərəkət zərfidir. Səhərin gözü açılar-açılmaz nə zaman? Səhərin gözü açılar-açılmaz zaman zərfliyi. Dağlardan əsən külək üzünə vurduqca nə zaman? Dağlardan əsən külək üzünə vurduqca. Fe'li bağlama tərkibidir. Odunçu oğlu tək başına otaqda oturub, Əliyar xanın qərarını gözləyirdi. Əliyar xanın qərarını gözləyirdi necə? Tək başına otaqda oturub. Necə? Tərz hərəkət götürüm də. D. Asiya qardaşın əsəbləşəcəyindən qorxub səsini çıxartmadı. Asiya nə səbəbə səsini çıxartmadı? Qardaşının əsəbləşəcəyindən qorxub. 1-ə B, C, 2-yə A, D, 3-ə də E. Yəni B variantı. Bura qədər hər şey aydındır. Sualınız varsa verin. Cavab tapın. Sonra çiskinli, ginni. Bir də çayırıq.
Bu sözlərin fonetik təhlillə bağlı səhvi müəyyənləşdirin. Hər iki sözdə 2 kar, 3 cingiltili var. Ç kardır, s kardır, 2 kardır, n, bir də c. Bu düzdür. Tamam. Burada da ç ilə x kardır, qalanları cingiltilidir. Hər iki sözün tələffüzü yazışında fərqli 2 məqam var. Bax, q-yə keçdi 1, l-ya keçdi 2. L-ya keçdi 1, q-ya keçdi 2. B də düzdür. Hər iki söz 3 hecadan ibarətdir. Ahəng qanunu gözlənilmişdir. Gəlin baxaq yazılışa. Çiskinli, çayırlıq düzdür. Qalın saitlərin ahəngi, incə saitlərin ahəngi C də düzdür. Hər iki sözdə 2 qarşılığı olmayan samit var. N, r. Bu da düzdür. Hər iki sözün tələffüzündə kar samitin cingiltili samitə çevrilməsi var. Bax, burada k-nın g-yə keçməsi var birinci sözdə. Karın cingiltili. Amma ikinci sözdə q-nın x-yə keçməsidir. Bu da yəni cingiltilinin kara keçməsi deməkdir. Deməli, E variantı hər ikisinə aid xüsusiyyət deyil. Səhv fikirdir də. Sonra 7. Uyğunluğu müəyyən edin. Avtobus dayanacağında gördüklərim uzun müddət yadımdan çıxmadı. Yadımdan çıxmadı nə? Avtobus dayanacağında gördüklərim. Nə zaman? Uzun müddət. İnsanların bu qərara olan münasibətini vacib idi nə? İnsanların bu qərara münasibətini öyrənmək məsdər tərkibidir. Bütövlükdə mübtəda gedir. İndi gəlin baxaq. Mübtəda feili birləşməklə ifadə olunub. Orada var idi hər ikisində, çünki magmək məsdər tərkibidir. Pilusda öyrəndiklərim dıq feili sifət tərkibidir. Hər ikisində mübtəda feili birləşməklə ifadə olunub. 3-ə getdi A. Müəyyən şəxsli cümlədir. Hər ikisinə mübtəda bəllidir. Hər ikisi müəyyən şəxsidir. İkinci dərəcəli üzv iştirak eləyib. Birinci cümlədə uzun müddət. Birinci cümlədə zərflik var. İştirak eləyib. Bütün cümlə üzvləri işlənib. Xeyr, heç bir variantda bütün cümlə üzvü yoxdur. 7. Yalnız baş üzvlərdən ibarətdir. İkinci cümlə, öyrənməkdə, ikinci cümlədə yalnız baş üzvləri var. Deməli, necə oldu? 1-ə C, 2-yə Y, 3-ə də A ilə B. Sonra gəlirəm Lalənin işlənmə məqamlarını nəzərə alaraq uyğunluğu müəyyən edin. Uşaqlar, demişik ki, Lalə qoşması var, bağlayıcısı var, bir də zərf düzəldən leksik şəkilçisi var. Əgər Lələni və ilə əvəz eləyə bilirəmsə, iləni yəni və ilə əvəz eləyə bilirəmsə, bağlayıcıdır. Nə ilə, kim ilə sualına cavab verirsə, qoşmadır. Bir də necə sualına cavab verirsə, zərf düzəldən leksik şəkilçi funksiyasında işlənir. İndi gəlin baxaq. A variantında atalar çayın sahilindəki çayın sahilindəki dar cığırla gedirdi. Nə ilə gedirdi? Dar cığırla. Deməli, burada qoşmadır. Həmin il dayılarım, anam və bacımı Bakıdan kəndə yola saldılar. Bağlayıcıdır və ilə asanlıqla əvəz eləyə bildim. Külək vıyıldaya əsir, daşla döşənmiş. Nə ilə? Daşla qoşmadır. Güclə közərən, bax, necə közərən? Güclə, zərf düzəldən şəkilçidir. Sözünü cəsarətlə, necə? Cəsarətlə, zərf düzəldən şəkilçidir. Deməli, 1-ə A, S, 2-yə B, 3-ə D ilə Y. Hansı variantdır? B variantı. Sonra, nümunədə hansı durğu işarələri buraxılmışdır? Paşa üzünü ona sarı tutub, qoşa nöqtə. Mən demişəm ki, qoşa nöqtə, fikir, danışanın fikri aşağı düşürsə, tire. Uzun əhvalatdır. Aşağı düşmürsə, tirəyə ehtiyac yoxdur. Ataya xitab müraciət olunduğuna görə xitabdır. Ondan əvvəl bir dənə vergül. Pelus, sonra da bir dənə vergül. Tire. Dedidən əvvəl vergül tiredir və sonra dedidən sonra da danışanın fikri davam eləyirsə, müəllifin fikri deyilsə, yenə vergül tirədən istifadə olunur. Yox, müəllifin fikri olsaydı, ehtiyac yox idi. Heç bir durğu işarəsinə ehtiyac yoxdur. Baxırsınız da yerinə görə. Qoşa nöqtə, 3 tire və 3 vergül. B variantını götürürsünüz. Sonra gəlirəm 10. 10 biraz uzun cümlə idi deyəsən, Hərçənd ölkəmiz mülayim quşaqda yerləşir, lakin qışı kifayət qədər soyuq keçir. Atan sənə tapşırıq verdimi? O saat yerinə yetir. Burada tabeli mürəkkəb cümlə ilə bağlıdır da.
Tabeli mürəkkəb cümlədə tərəflərin budaq cümlə baş cümlədən sonra işlənmişdir. Sonra nə deyir? Atam sənə tapşırıq verdimi? Biz bilirik ki, mü varsa, onda deməli nə götürək? Baş budaq götürək də. Yox, budaq baş götürürük. Mü varsa budaq baş götürürük. Hərçənd ölkəmiz mülayim qurşaqda yerləşir. Lakin qışı kifayət qədər. Hərçənd də budaq başı yenə götürsək. Baxaq variantlara uyğunlaşdıraq. Budaq cümlə baş cümlədən sonra işlənmişdir. Bunu biraz belə eləsək, yaxınlaşdıra bilərsiniz də yəqin. Budaq cümlə baş cümlədən sonra işlənmişdir. Birinci cümləyə aiddir. Mənə doğru fikirlər istəyir. Baş cümlədən yox. Budaq cümlə baş cümlədən əvvəl işlənmişdi. Bir yanlışdır. Baş və budaq cümlədəki fikirlər qarışdırılır, qarşılaşdırılır. Bəli, lakin var qarşılaşdırma bağlayıcısı. İki yerində düzgün qoyulub. Baş və budaq cümlə müəyyən şəxsi cümlələrdir. Yerləşir nə, hara ölkəmiz, soyuq keçir nə, qışı. 5 düzgündür, amma gətirib yanlışın altından qoyublar. Deməli bu alınmır. 5-lər getdi. Budaq cümlədə tabelik bağlayıcısı işlənmişdir. Budaq cümlədə tabelik bağlayıcısı hərçənd bu düzdür, amma gətirib qoyublar yanlışın altından. Deməli 6-lar da getdi. Elə 6-ları atanda hazır variant əlimə gəlir, amma yenə baxaq. Budaq cümlə baş cümləyə ədat ilə bağlanmışdır. Bəli, mü ədatı ilə bağlanıb. Deməli 3 də düzdür. Yerində doğrunun altından qoyulub düzdür. Budaq cümlə ümumi şəxsli cümlədir. Atan sənə tapşırıq verdimmi? Kim? Atan. Xeyr, müəyyən şəxsli cümlədir. 4 yanlışdır. Baş cümlədə mübtəda işlənməmişdir. Baş cümlə yerinə yetir. Bəli, mübtəda buraxılıb, amma 7-ni gətirib qoyublar yanlışın altından. Bu alınmadı. Budaq cümlə baş cümlədən sonra işlənmişdir. Budaq cümlə başdan sonra işlənməyib, axı başdan əvvəl işlənib. Ona görə də 8 də yanlışdır. Deməli, yerində doğru qoyulanlar 2, 3, 8 olmalıydı. Sonra 11. Biri tabesiz mürəkkəb cümlədir. Tabesiz mürəkkəb cümləni bilirik ki, hər xəbərin ayrı-ayrı mübtədası olmalıdır. Biri digərinə tabe olmamalıdır. Əridi nə? Buz. Suya döndü nə? Buz. Qovuşdu nə? Buz. Bu sayılır sadə cümlə. Meyvə ağacları çiçəkləyir, təbiəti gözəlləşdirir. Çiçəkləyin də təbiəti gözəlləşdirən də meyvə ağaclarıdır. Bu sayılacaq sadə cümlə. B də getdi. Artıq 5 ildir ki, onu görmürdüm. Bu sayılır tabeli mürəkkəb cümlə. Çünki ki-ni asanlıqla artıra bilirəm. Anama söz vermişdim, dönə-dönə and içmişdim. Söz verən də, dönə-dönə and içən də mənəm. Bu olur sadə cümlə. Amma D variantında cahan daimidir, ömür əmanətdir. Buradakı ixtisara düşən xəbərli şəkilsi sizi çaşdırmasın. Həmcins üzvlərdə ixtisara düşmə ola bilər. Sadalanan sözlərdə. Daimidir nə? Cahan, əmanətdir nə? Ömür. Hər xəbərin ayrı-ayrı mübtədası olduğuna görə D variantı sayılır tabesiz mürəkkəb cümlə. Bu belə. Sonra izah edirəm 12-ni. Uyğunluğu müəyyən edin. Cümlə yalnız baş üzvdən ibarətdir. Baş üzvlərin hər ikisi və ikinci dərəcə. Tamam. Elmar gözlərini uzağa zilləyərək dənizi seyr edirdi. Seyr edirdi kim? Elmar. Nəyi? Dənizi. Necə? Gözlərini uzağa zilləyərək. Burada nə deyir? Baş üzvlərin hər ikisi və ikinci dərəcəli üzvlərdən ikisi. Elə bax 3-ü götürüb qoya bilərəm A-ya. Çünki həm zərflik var, həm tamamlıq var. Plus baş üzvlərinin ikisi də işlənib. Sonra sıçrayıb atın belinə qalxdı. Nə etdi? Sıçrayıb atın belinə qalxdı. Bu heç birinə uyğun gəlmir axı. Nə etdi? Qalxdı. Nəyə? Atın belinə. Necə? Sıçrayıb. Baş üzvün bir iştirak eləmədiyinə görə B variantı heç birinə getmir. B variantı uyğunlaşmır. O xalçanı masa arxasında gizlətdi. Gizlətdi kim? O. Nəyi? Xalçanı. Harada? Masanın arxasında. Bax, C variantı 3-ə gedə bilər.
2 dənə ikinci dərəcəli var. Hər iki baş üzvdə iştirak edir. Zavodun işə başlama müddəti yaxınlaşırdı. Nə? Zavodun işə başlama müddəti. Bu bütövlükdə ismi birləşmədir. Üçüncü növ təyini söz birləşməsidir. Yalnız baş üzvlər iştirak edir. D getdi 1-ə. Böyük ideallarla yaşayan adamlar ölmürlər. Ölmürlər kim? Adamlar. Hansı adamlar? Böyük ideallarla yaşayan. Burada baş üzvlərin ikisi var. Bir də ikinci dərəcəli üzvlərdən yalnız bir iştirak edib. 1-ə getdi D, 2-yə getdi Y, 3-ə də getdi A, S. Yəni E variantı. Sonra 13. Tərkibində kök, 2 dənə leksik, 2 dənə qrammatik olan söz. Bax, düşünməkdən düşüncədir. Düşüncədən düşüncəlidir. Dır qrammatikdir, lər qrammatikdir. Biri götürə bilərəm. Tullamaqdan tullanmaqdır, D qrammatikdir, Q qrammatikdir. İkilər getdi. Qərar sözün köküdür, gah leksikdir, dakı leksikdir. Üçlər getdi. Möhkəm, möhkəmlənmək. Biz bilirik ki, D-dan sonra maq artıra bilirəmsə leksikdir. Möhkəmləndirmək, D qrammatik, lar qrammatik. 4-ü də götürürəm. Çalışmaqdan çalışqan, çalışqandır qrammatik, lar qrammatik. 5-də getdi. Yəni 1-4 A variantı. Tamamlığı ismi birləşmə ilə ifadə olunan cümləni müəyyən edin. İşləmirdi nə? Divar saatı. Tamamlıq yoxdur. Nəzərdən keçirdik nəyi? Otağı. Haranı otağı? Hansı qarşıdakı? Burada tamamlıq ismi birləşmə ilə ifadə olunmuyor. Cəhcəh vururdu nə? Quşlar. Harada? Bağçada. Hansı? Yaşıl. Tamamlıq yoxdur. Rənglədilər. Kim? Rəngsazlar. Haranı? İdman zalını. Haranın sualı, biz bilirik ki, tamamlığın sualıdır. Burada da ikinci növ təyini söz birləşməsindən işlənib D variantı. Sonra baş budaq sxeminə uyğun gələn, bu 15-i səhv saymıram, çünki fikri yazıdır. O digərləri 11-ci sinifin dərsinə, 10-11-in materialına aiddir. 15-i səhv götürməyin, əgər götürmüşəmsə. Sonra gəlirəm 16-ya, qayda ilə bağlıdır. Çoxmənalı homonim sinonim, eyni leksik məna ilə bağlı bir-birinə yaxın məcazilik varsa, bu 100% çoxmənalıdır. A getdi. Həm eyni, həm müxtəlif nitq hissəsi həmişə amonimlərə aiddir. Təzad yaradan antonimlərdir. Antonimlərdə, yəni verilənlərin içərisində yoxdur. Ona görə C olan variantları atıram. Deyilişi, yazılışı eynidir, mənaca fərqlidir. Mənaca fərqlidirsə, bu amonimdir. Fikri daha dəqiq, nitqdə yersiz təkrarlar bu aiddir sinonimlərə. 1-ə getdi A, 2-yə getdi B, D, 3-ə də getdi E. Sonra deyir ki, hansı cümlələrdə sözlə yazılmış say rəqəmlə yazılsa, şəkilçilərdən biri yazılmayacaq. İndi gəlin baxaq. Vaqifin rəsm əsəri yarışda birinci oldu. Burada ıncı şəkilçisi bütövlükdə leksikdir. Yəni, burada ayrı ın hissəsinin ixtisar olunması, şəkilçinin ixtisar olunması demək deyil. Ona görə də şəkilçilər, yəni ıncı şəkilçinin ixtisarına heç bir dəyişiklik baş vermir. 1 olan variantlar getdi. 2-də ayın 5-inə mən burada i mənsubiyyət şəkilçisini ixtisar etmək məcburiyyətində qaldım. 5-ə yazmalıyam da bunun düzgün yazılışı belədir. Deməli, bir dənə şəkilçi yazılmayacaq. Düşərgədə turistlərin sayı 55-i normal şəkildə bir dənə şəkilçisi var idi. Onu da normal şəkildə yazdım. Deməli, 3 getdi. Uşaqların ikisində, mən ikisində sözünü bu formada yazmalıyam. Burada artıq mənsubiyyət şəkilçisi ixtisara düşdü. Deməli, 4-ü götürürəm. 10-cularda da 10 trecular bu formada yazsam, ın hissəsi onsuz da ıncı şəkilçisinə aid olan bir hissədir. Deməli, ixtisara düşən şəkilçilər 2 ilə 4-də var. Sonra 18. Tərkibində 2 məqamda uzun tələffüz olunan sait var. Yazışı və tələffüz arasında 2 fərqli məqam var. Tələffüzündə təəssüflə sözündə əynin biri düşəcək, sığlar ikisi də qalır. Təəssüflə, lalə şəkilçisi nən kimi. Nümayişkaranə. Burada 2 dənə saitin uzanması var. Başqa da yazılış deyiliş fərqlənmir deyə yazmıram. Tərkibində 2 məqamda uzanma var. Elə bir getdi B-yə avtomatik. Sonra sənətləşmə, sənət
dəşmə, kəhrəba, yazışı deyilişi fərqlənmir. Ümumiyyətlə d-nı götürməyəcəm. İstiqanlı. İndi gəlin baxaq. Nə deyir mənə? Yazışı deyilişi arasında iki fərqli məqam var. İstiqanlı sözünü götürə bilərəm də. İstiqanlı. T-dıya keçdi, l-dan n-ya keçdi. Düzdürmü? Yazışı deyilişi arasında iki fərqli məqam var. Bunu götürsəm bura, variantı yadımdan çıxdı, özünüz düz qoşayırsınız. Bir səs düşür, bir səs artır. Bax, təəssüflə sözünə aiddir. Ənin biri düşdü, lə şəkilsinə nə kimi tələffüz olunduğuna görə səs artımı baş verdi. Sənət dəşmə sözündə də yenə iki fərqli məqam var da. D-tıya keçdi, l-da d-ya keçdi. Belə, 18-də ümumi olaraq C variantını götürməliyik. 1-ə B, 2-yə C, Y, 3-ə də A. 19. Həmcins mübtədalı cümlələr istəyir bizdən. Zəmilərdən qalxan nəmli torpaq qoxusu havaya bir təzəlik, mülayimlik gətirmişdi. Nə təzəlik, nə mülayimlik. Amma diqqətli olun, hər nə sualına cavab verən cümlə üzvünü mübtəda götürməyin. Çünki o qeyri-müəyyən təsirli halda olub tamamlıq ola bilər. Bax, təzəliyi, mülayimliyi gətirmişdi. Artıq burada avtomatik olaraq bu tamamlıqdır deyirik. Təsir real tamamlıq. Yəni qeyri-müəyyən təsirlikdədir, həmcins tamamlıq. A getdi. Bax, B-də nə sualına cavab verir, nə toxuyurdular, əlcək, corab, şərf. Amma burada qeyri-müəyyən təsir realdadır. Deməli, tamamlıq vəzifəsindədir. Nəyi, corabı, əlcəyi, şərfi. Əl-ayağa düşmüşdü. Kim? Ramazan. Kim? Mən. Eləcə. O həyətə endi, geri döndü. Nə etdi? Endi, nə etdi? Döndü. Burada xəbərin həmcəsliyi var. Araz ya rayona getməli, ya da məlumatı telefonla bildirməli idi. Telefonla bildirməli olan, getməli olan Arazdır. Yenə də xəbərin həmcəsliyi var. Yəni, burada C-ni götürməlidir. 20. Bu tipli test eyni ilə topluda var idi. Modal sözü cümlələrdən birində zaman, kəmiyyət və tərz hərəkət zərfliyi var. Baxıram, bütün variantlarda modal sözlər var. İndi gəlin bunların istədiklərini axtaraq tapaq. Ona görə cəmaət də həmişə, bir də çox. Tərz hərəkət yoxdur da. Miqdar var, kəmiyyət var, zaman var, tərz yoxdur. Bugün zaman var, həvəslə tərz var, biraz miqdar var. Elə B-ni götürə bilərəm, amma baxın, Aysel belə ki bağlayıcı deyə. Bunu ümumiyyətlə götürmürəm, B çıxdı. Şübhəsiz Aysel indi, zamandır, xeyli, miqdardır, dürüst, tərz hərəkət, elə C. Azacıq duruqdur, miqdardır, birdən də yenə. Burada biri çatışmadı. Dərhal zamandır, üz-üzə qoyur, tərzdir, yenə çatışmadı. Belə. 21. Budaq cümləsi baş cümlədən əvvəl gələn tabeli mürəkkəb cümlə. Qaydaya əsasən biz deyirik ki, ki bağlayıcısı adətən birinci baş cümlə gəlir, sonra budaq. Amma təzəcə varsa birinci budaq gəlir, sonra baş gəlir. Elə avtomatik mən birimi götürə bilərəm. Sonra mən susmaz bir duyğuyam ki, bayaq dedik ki varsa birinci baş gəlir, sonra budaq gəlir. 2-ni atdım. Sonra salsə plus dadə. Budaq gəlir, sonra baş gəlir. Budaq gəlir, sonra baş gəlir. 3-ü götürürəm. Onun ağlına gəlmirdi ki, baş gəlir, sonra budaq gəlir. Yəni 1 ilə 3. 1, 3, A var imiş, davamı. Bir dəqiqə bu tərəfə keçim. 1, 3. Arzum budur ki, ki-ni mən özüm rahatlıqla cümləyə əlavə eləyirəmsə, budaq birinci baş, sonra budaqdır. Sasə plus dadə var deyə birinci budaqdır, sonra başdır. Yəni 1, 3, 6. Hə, budaq baş istəyirdi də. 1, 3, 6-dır. Mənsubə şəkilçili 2 isim var. Şəxs şəkilçisi qəbul etmiş. İsim işlənib, hal şəkilçisi qəbul etmiş. Bax, am, əm, bir də sansən. Bunları görən kimi deyirəm ki, 2-yə gedir A, 2-yə gedir E. Çünki şəxs şəkilçiləridir. İndi gəlin baxaq. Kiçik təpəni aşdıqdan sonra kəndə çatdıq.
Təpəni bir dənə hal var. Bir də yenə hal var da. İ təsirlidir, ə yönlükdür. B getdi bura. Fikirlərini gənclərə çatdırmaq onun əsas məqsədi idi. Bax, gənclərə götürə bilməzsən. Çünki səndə variantda istəyir isim. C getdi. Oynamağı hər kəsin alqışına səbəb oldu. D-ni götürə bilməzsən. Çünki maqmək məstərdir, hər kəs əvəzlikdir, getdi. Bunu da bilirəm ki, sən yaxşı insansan. Nə uyğun gəlmədi? Yəqin mən C-ni götürərəm. C-ni gəlin birə götürək. Niyə? Fikirləri sözündəki birinci i mənsubiyyətdir. Bir də onun məqsədi. Buradakı i mənsubiyyətdir. 1-ə C, 2-yə A ilə E, 3-ə də B. Hansı variant oldu? B variantı. Nəticə bildirən ara söz işlənib. Xülasə, sözün qısası 1, 2, ola bilsin ki, güman şübhədir. Beləliklə 4, görünür, ehtimaldır, doğrusu yəqinlik bildirir, təsdiqdir, getdi. Ədatlarla amonimliyi olan bağlayıcıların işləndiyi. Deməli, mən elə bağlayıcılar tapmalıyam ki, ədatla amonim olsun. Burada ancaq ədat vəzifəsində işlənib. Biri atdım. Amma buradakı ancaq özündən əvvəl vergül gəlib və iki cümləni bir-birinə bağladığına görə bağlayıcıdır. Həmçinin elə birinci cümlədən belə nəticəyə gəlirəm ki, ancaq ədatı da var. Onlar cavanları, yəni həmcins üzvləri aydınlaşdıran, yəni bağlayıcı sayılır. Amma sual cümləsində işlənən, yəni ədat sayılır. Yəni bunu bilmirsən, bax burada ədatdır. Belə ki, bağlayıcıdır, amma ədatı yoxdur. 2, 3, 5-də nə var? İşdir ki, bax ki, bağlayıcı funksiyasında işlənib, həmçinin ki ədatı da var. Amma nə kəndə getməli havadır burada, nə ədat funksiyasında işlənib. Deməli, götürürəm 2, 3, 5. Aldadıldığını görən qonşu bu adamla normal münasibətlərə son qoydu. Doğru fikirlər. Görən modal sözü yoxdur. Elə baxan kimi biri atdım. Cümlədə iki müxtəlif qrammatik məna növünə aid feil işlənib. Aldadıldığını məhcul götürüm, qoyduğunu da məlum götürüm də. 2 düzdür. Normal ümumi isimdir. Normal ümumiyyətlə isim deyil, sifətdir. Həm feili sifət, həm də sifət var. Normal sifətdir, aldadıldığını feili sifətdir. 4 də düzdür. Qoşma ilə işlənmiş söz adlı haldadır. Adamla, bəli, adlı haldadır. 2, 4 və 5. Sonra 26. Hallandı sözünün kök və başlanğıc forması eynidir. Təbii ki, hal sözün köküdür. Hallamaq yox, hallanmaqdır. Başlanğıc forması da belədir. 1 düzdür. Təsriflənən feillər də təsriflənməyən feil kimi təsriflənən feillər tərkib yarada bilmirlər. 2 getdi. Məlum növdə olan feillər quruluşca sadə düzət. Bəli, biz deyirik ki, məlum növü digər qrammatik məna növlərindən fərqləndirən cəhət onların quruluşca hamısı, yəni bütün quruluş formalarında olmasıdır. Amma yerdə qalan qrammatik məna növləri düzəltmə və mürəkkəb olurlar, sadəsi yoxdur. 3 düzdür. Atıldı feilini həm məhcul, həm qayıdış növdə. Bəli, biri var zibil atıldı, biri də var deyirəm ki, əskər irəli atıldı. Həm qayıdışdadır, həm məhcul. Çataq sözünü feilin yalnız bir şəklində, xeyr, çataq sözünü biz feilin 2 şəklində deyə bilərəm. Biri var çat sözün köküdür, arzudur, qış şəxs sonluğudur. Biri də var deyirəm ki,